Şəhid anıları Vətən tanınar layihəsinin 6-cı bölümündə Vətən müharibəsi şəhidimiz Fərrux Hüseynovun əziz xatirəsi yad ediləcək. Mən Hüseynova Səhər Allahyar qızı. Şəhid baş leytenant Hüseynov Fərruxun anasıyam. Səhər xanım, şəhidimizin uşaqlıq illəri necə keçib, necə bir övlad idi? Onu tanıyanlar ən çox hansı xüsusiyyətlərini xatırlayır? Fərruxun uşaqlığı çox, deyərəm ki, o uşaqlığından elə bir ki, kişi kimi böyüyüb da. İndi uşaq olar, dəcəllik eləyər, nadinc olur da uşaqlar, o özü oğlan uşaqları. Bu, indi deyirlər, şəhidlər elə doğulanda onların alnın yazısı ilə doğulub. Seçilmiş olub. Seçilmiş olub, əlbəttə. Bu, həqiqətən də elədir. Çünki oturub fikirləşəndə mən Fərrux haqqında elə bir şey tapmıram ki, deyəm ki, Fərrux belə nadinclik eləyib, belə məni incidib, həqiqətən də tapa bilmirəm. Ki, ondan küsmək istəyirəm aradakı, bəlkə onun hansısa bir pis xasiyyətin, xarakterini tapam, oradan özümə bir təsəlli tapam ki, Fərrux nadinc idi, Fərrux belə idi. Yəni, elə bir şey olmayıb. Özü hərbiçi ailəsində doğulduğuna görə, o, deyərəm ki, əsgər kimi həyat sürübdür. Uşaqlığı da onun əsgər kimi olub da. Atasının əsgəri deyərəm mən o. Onun fərqli və yadda qalan xüsusiyyəti nə idi? Ən çox sevdiyi məşğuliyyətlər nələr idi? Ən çox sevdiyi məşğuliyyət, o rəsm çəkməyi çox sevirdi. Əl işləri var, çəkdiyi rəsmlər var. İdmanı sevirdi. Tək onun bir şeyi fikirləşirdi ki, ancaq mən elə bir hərəkət eləməyim ki, anam danlansın. Mən danlanmayım deyənə həmişə özünü verirdi irəli. Bir səhvi də olanda da, indi uşaqdır, nə bilim, səhvi olur. Çalışırdı o səhvləri buraxmasın. Az öncə qeyd etdiniz, vətən sevgisi və hərb yolu, vətənə bağlılığı necə formalaşmışdı? Hərbi xidmətə münasibəti necə idi? Və şəhid olmamışdan əvvəl son söhbətiniz? Onun vətən sevgisi, dediyim kimi, o hərbiçi ailəsində doğulduğuna görə, yəni hərbiyə marağı uşaqlıqdan olub onun, hərbiyə marağı. Heç bir şeydən qorxmayıb, heç bir çətinlikdən, heç vaxt özünü geri verməyib da. Deyəm ki, məsələn, harasısa yıxıldı, qanadı ondan ağrıdı. Elə bir şey olmayıb. Mən həmişə o deyirdim ki, sən dəmirdənsən. Axı, məsələn, sən bir dəfə o kətdə babası gildə odun doğrayırdı. Bir də gördüm ki, kürəyindən qan nətər axa gəlib. Ancaq gülür. Mən qışqırdım ki, nədir da bu, yəni həkimə aparaq nə qara. Mama heç nə yoxdur, mama onun balta bir qaldıranda balta girmişdi kürəyindən. Onun hələ də yeri qalmışdı, elə bir ki, pərdə kimi. Girmişdi içəri baltanın küncü. Oradan qan axırdı, düz aşağıyadan getmişdi. Yəni ki, ondan belə üzünü də qırışdırmırdı ki, yəni mənim canım ağrıyır da. Çox dözümlü idi, heç vaxt gileylənməz. O 4 il hərbi oxudu, ali hərbi məktəbi. Heç bir dəfə demədi çətindir. Ancaq deyirdi ki, uşaqlar qaçırlar oradan. Oxudu, qutardı. Bir sözü var idi ki, orada bizim əvvəlcə ürəyimizi, sonra beynimizi vətənə qarşı biz ölümə gedə bilərik. Vətəni qorumaqdan öldü. Son danışığı da 8 noyabr günü oldu. Zəng elədi. Deyərdim ki, heç müharibə başlayan gündən o başlamamışdan əvvəl mənlə danışdı. Nətər danışdı. Mən zəng eləyib müharibəyə gedən günə. Onacan biz bilməmişik ki, müharibə var, müharibəyə gediləcək. Zəng eləyib mən də açmamışam. Atası dedi ki, mənlə danışdı. Nə dedi? Dedi, bəs mən gedirəm, salamat qalın. Ondan sonra mənlə danışmadı, məndən qaçdı. Bir də 8 noyabr günü atasına zəng elədi, danışdı. Dedi, ata, telefonu ver mamama. Belə dedi. Mən də hər dəfə açırdı, səsim mən böyürdən qulaq asırdım.
Mən də aldım telefonu, dedim, bax, beləncik. Hər dəfə də gülə-gülə danışırdı. Yəni elə bil ki, sonra müharibə yoxdur. Məndən narahat qalmayın da, yəni belə. Dedim, Fərrux, mənlə də danışmaq istəyirsənmiş ki, sən. Ay mama, vəziyyət zad nətərdir belə? Dedim, oğul, sənsən müharibədə olan, biz evin içindəyik. Sən yaxşı ol, təki, sən özü qoru. Səndən başqa heç kəsim yoxdur da, yəni. Mama, mənlə narahat olma, mənə heç nə olmayacaq. Yəni 8 noyabr günü mənlə danışdı. 9 noyabrda şəhid oldu. Allah rəhmət eləsin. Allah köməyiniz olsun. Səhər xanım, bu gün onun valideyni və ya ailə üzvü olmaq sizə nə hiss etdirir? Mən ancaq onunla fəxr eləyirəm. Mən hər zaman ona deyirdim, hər zaman. Elə bir gün olmasın ki, mən Allaha şükür eləməyim. Hər gün deyirdim, əlimə belə açırdım, deyirdim, Allah sənə şükürlər olsun ki, mənə Fərrux kimi oğul vermisən. Mən indi də çox yerdə deyirəm ki, deyirlər şükür elə. Bəs mən hər gün şükür eləyirdim Allaha ki, sən mənə belə Fərrux kimi oğul vermisən. Mən onu öz sağlığında da deyirdim, oğul, mən sənə fəxr eləyirəm. O, mən hər görəndə elə bilirdim ki, dünya mən olur da, nə bilim. Mən dünyaya belə bir evlad gətirmişəm. O fəxr həmişə məndə var idi. İndi də mən ona fəxr eləyirəm. Ölən günümə qədər də fəxr eləyəcəm. İndi bəzən deyirlər ki, sən şux durursan, sən nə bilim, belə da, elə bir heç yeri gələndə sən evin tək oğludur. Mən onu deyirəm ki, o məndən inciyər. Əgər o mənim gözümdə bir damcı yaş görsəydi, o ölərdi. Elə idi ha. Deyirdi ki, dünya dağılsa, mama sən ağlama. Mama sən ağlama. İndi də mən ona görə şux durmalıyam. Çünki mən görürəm, o məni görür. Mən hara baxsam, o məni görür. Ona görə də mən ölən günümə qədər, gözümü yuman günə qədər onunla fəxr eləyəcəm ki, hər gün də deyirəm ki, yaxşı ki, sən mənim oğlum olmuşsan, Fərrux. Hər gün o sözü deyirəm. İndi yanımızda yoxdur, ancaq axlımdadır, ürəyimdədir. Hər zaman yanımdadır o mənim. Bu otaq Fərruxun bəy otağı olub. Bura cehizləri yığılmışdı, toyunun vaxtı qoyulmuşdu. Amma o cehizləri görməmişdi Fərrux. İndi də ziyarətgahdır bura. Diplom aldığı gün ki, o paradda geyindi, orada and içmək idi, neydi, belə bir şey var idi da. Bu onun, yəni heç köynəyi də yuyulmayıbdı, elə əynindən çıxan kimi elə də saxlamışam. O gün zabit olub diplom aldığı paltarıdır. Onun ən sevimli saatı idi. Gələndə alırdı məndən, taxırdı qoluna. Gedəndə yenə bu cürlə yastığa qoyurdu, örtürdü, ağzını verirdi, mən saxla. Gələndə alacam. Yenə taxacam qoluma. Bu onun üzüyü idi. Parmağından gedəndə çıxardı, verib. Bunlar mənə verirdi, gələndə götürürdü, taxırdı. Gedəndə yenə qaytarırdı, verirdi. Bu onun askısıdır. Bu pandemiya vaxtı idi, onun sumkasında gələn. Onlar hamısı onun şəhid olandan sonra gətirdikləri əşyalardır. O onun məzunudur, məzun kitabıdır. Bu şəhid olandan sonra gətirdikləri paltarın papağıdır. Bunlar telefonlarıdır. O da hərbi biletidir. Bu onun diplomudur. O diplomudur onun. Bu kaşlokudur. Bu kaşloku yaralanıb gələndə xəstəxanaya. Bunu götürdü cibindən, belə şifonyer kimi bir şeydi da. Durdu, yaralıydı onda da. Durdu belə cibindən düşdü yerə bu. Mənə qoymadı əyilməyə.
özü belə bu formada əyildi, götürdü. Belə də elədi. Artıq mama bu artıq orada mənə lazım deyil. Lazım olmayacaq. İçində 2 manat pul var idi, bir də 50 qəpik var idi. Həmin o pulları da muzeyə vermişəm, muzeydədir. Yəni şəxsiyyəti, pul kartı da hər şey içində idi o. O verdi bizə. O da onun əlcəyi idi, o diplom alanda geyindi əlcəyi. Medalları da bu. Cəbrayılın azad olunmağına görə, Xocavəndin azad olunmağına görə, bir dənə də onun ordeni var. Zəngilanın azad olunmağına görə, bir dənə də bu ordendir. Vətənə qüsursuz xidmətə görə verilib o ordeni. Mən gənclərə arzum odur ki, valideynlərin incitməsinlər. Əsas odur, valideyni incitməsinlər. Vətənin sevsin, torpaqları sevsinlər. Çünki vətəni sevməyən insan anasını sevə bilməz. Vətəni qorumaq lazımdır. Bizim evladlarımız şəhid oldu. Ancaq torpaqlar geri alındı. 30 il idi. Torpaqlarımız işğal altında idi. Fərux müharibədə hər gün deyərəm ki, o torpaqlar alındıqca danışırdı atasına, deyirdi, ata, biz filan torpağı aldıq. Məsələn, Xocalının əsas o deyirdi ki, ata, Xocalının intiqamını aldıq biz. Gələcək nəsillər də, gələcək böyüyən uşaqlar da, oğullar da bu şəhidlərin əmanətlərinə sahib çıxsınlar, torpaqlarımıza sahib çıxsınlar. Vətəni sevsinlər, torpağı sevsinlər. Nə deyim Allah? Allah şəhidimizə rəhmət eləsin, Allah sizə səbir versin, Allah sizə ömür versin. Allah köməyiniz olsun. Sizə çox sağ olun, var olun. Yad eləyirsiniz. Şəhidləri, o zaman şəhidlər, mən deyərəm, inciyər ki, indi deyirlər, ölər ki, şəhidlər o zaman inciyər ki, unudularlar. Onları yad eləmədikcə, çünki unudurlar. Şəhidlər unudulmasın. Bizə də qalan nədir? Biz şəhid ailələrinə, şəhid analarına, oğullarımızın adlarının heç olmasa yaşamağıdır. Xatirəsi hər zaman yaşasın. Xatirəsi onsuz da xatirələri yaşayır. Biz də yaşamalıyıq ki, o xatirələri danışaq, unudulmasın şəhidlərimiz. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Valideynlərinə də bol-bol səbir versin. Sizə çox sağ olun, var olun. Borcumuz. Allah sizdən də razı olsun ki, çəkirsiniz, yad eləyirsiniz, paylaşırsınız. Çox sağ olun, var olun, hər biriniz.